Kişinin xasiyyəti pulu çox olanda, qadınınki də pul olmayanda bilinir. Böyük uğurların böyük panikası, böyük depressiyası çıxanda böyük huzur olur. Depressiya insanın xaricdə həll edə bilmədiyi problemlərdən qaçmaq üçün öz içinə çəkilməsidir. İnsan hara qaçırsa qaçsın, qəlbini və beynini özü ilə aparır. Önəmli olan həyatda neçə dəfə yerə düşməyin deyil, yerə düşdükdən sonra ayağa qalxıb qalxa bilməməyindir. Bu insan panikdirmi, depressivdirmi, uğurludurmu, huzurludurmu, xoşbəxtdirmi, bədbəxtdirmi? Kimliyin itdikcə egovu böyütmüş olursan. Uğur, narahatlıq, depressiya və huzur. Həyatın 4 fərqli üzü budur. Çox sorğulayan insanlar heç bir şey əldə etməzkən, biraz axşa buraxan insanlar həyatı daha xoşbəxt yaşayarlar.